Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında partiyanın təsis olunmasının 33-cü il dönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyası da adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirib və abidənin önünə gül dəstələri düzüblər. Tədbir Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında davam etdirilib. Tədbirin Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq partiyanın yaradılmasının tarixi zərurətindən, keçdiyi inkişaf yolundan və bugün ölkəmizin siyasi həyatında oynadığı mühüm roldan söz açıb. Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı misilsiz rolu xüsusi vurğulayıb. Daha sonra çıxış edən partiya veteranı Bəxtiyar Abbasov Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin möhkəmlənməsində, milli həmrəyliyin gücləndirilməsində və ölkəmizin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib. Tədbirin sonunda partiya sıralarında fəallığı ilə seçilən bir qrup üzv fəxri fərman və hədiyyələrlə təltif edilib, həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələri təqdim edilib.